Azərbaycan tarixində 4 aylıq körpənin düz 4 il hökmdarlıq etdiyini bilirdinizmi? Bəs onun atasını əvəzləməsinə hansı hadisə səbəb olmuşdu? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. Saray əyanları Şah Süleymanın vəfatından 9 gün sonra onun Gürcü xanımı Yelena'dan dünyaya gəlmiş oğlu Hüseyn Mirzəni şah elan etdilər. 1694-cü ilin 6 avqustunda Səfəvi taxtına çıxan Hüseynin başına tacı Qızılbaş əmirləri deyil, dövlətin Şeyxülislamı Məhəmməd Baqir Məclisi qoydu. Buna kimi digər Səfəvi hökmdarlarının tacını hər dəfə bir Qızılbaş tayfasının rəhbəri qoyardı. Şah Hüseynin bu radikal addımı dövlətin idarə olunmasında ruhanilərə üstünlük verəcəyinə bir işarə idi. Şah Hüseynin hakimiyyətinin ilk illərindən sonuna kimi Səfəvilər imperiyasının müxtəlif yerlərində ardı arası kəsilməyən üsyanlar baş verirdi. O, dövlətin idarə olunmasını demək olar ki, Şeyxülislamın rəhbərlik etdiyi dini şuraya həvalə etmişdi. Şah Hüseyn Səfəvi dövlət işləri ilə o qədər maraqlanmırdı ki, kimsə ondan xarici və daxili siyasətlə bağlı nəsə soruşanda yaxşıdır deyib ötüşdürərdi. Ona görə də xalq və saray əyanları şaha zarafatla yaxşıdır ləqəbi qoymuşdular. 1699-cu ildə Şeyxülislam Məhəmməd Baqir Məclisi vəfat etdi. Bundan sonra dövlətin idarə edilməsi Şah Süleymanın bibisi Məryəm bəyimin əlinə keçdi. Onun birbaşa təsiri ilə Şah Hüseyn şərab və narkotik maddələrdən asılı hala gətirildi. Onsuz da dövlət işləri ilə az maraqlanan Şah Hüseyn bundan sonra imperiyanın idarə olunması ilə tamamilə maraqlanmadı. O vaxtını daha çox öz hərəmxanasında keçirirdi. Şahın dövlət idarəsi ilə məşğul olmaması əksər vilayətlərdə üsyanların daha da alovlanmasına gətirib çıxardı. Belə üsyanların bir neçəsi Təbrizdə, Şirvan və Dağıstan ərazisində baş tutmuşdu. Bu dövrdə Səfəvilərə qarşı ən böyük üsyanı isə Mir Mahmud Hotakinin rəhbərliyi altında əfqanlar qaldırmışdılar. Hələ 18-ci əsrin əvvəllərində Mir Mahmud Hotakinin atası Mir Üveys Hotaki üsyan qaldıraraq Qəndəhar şəhərini Səfəvilərin əlindən almışdı. Mir Mahmud Hotakinin rəhbərliyi altındakı əfqanlar Səfəvilərin zəifləməsindən istifadə edərək 1721-ci ildə Yəzd və Kirman vilayətlərinə qədər irəlilədilər. Şah Hüseyn vəziyyətin ciddiliyini anlayıb, oğlu Təhmasib Mirzəni şimala, Xorasana ordu yığmağa göndərdi. 1722-ci ilin əvvəlində əfqanlar artıq paytaxt İsfahanın bir addımlığında idilər. Həmin ilin mart ayının 8-də Şah Hüseynin 50 minlik ordusu ilə Mir Mahmud Hotakinin komandanlığındakı 20 minlik əfqan üsyançılarının qüvvələri İsfahanın Gülünabad kəndi yaxınlığında üz-üzə gəldi. Bu döyüşdə Səfəvilər ağır şəkildə məğlub oldular. Lakin əfqanlar Səfəvi ordusunun geri çəkilməsinə inana bilmirdilər və onlar bunun hansısa taktiki gediş olduğunu düşünüb Səfəvi ordusunu təqib etmədilər. İsfahanı mühasirəyə alan əfqanlar 8 aylıq təzyiqdən sonra şəhəri ələ keçirdilər. Şah Hüseyn öz tacını Mir Mahmud Hotakinin başına qoyub onu imperiyanın yeni şahı elan etdi. Üstəlik bu dövrdə Səfəvilərin qərb torpaqlarının böyük bir hissəsi Osmanlı imperiyası, Xəzəryanı ərazilərinin şimal hissəsi isə Rusiya imperiyası tərəfindən tutulmuşdu. İstanbulda imzalanmış anlaşmaya görə Osmanlı və Rusiya imperiyaları Səfəvi torpaqlarının böyük bir hissəsini öz aralarında bölmüşdülər. Bu dövrdə günbəgün xaosa sürüklənən Səfəvi imperiyası məhv olmağın astanasında idi. Əfqanların Səfəvilərin paytaxtı İsfahanı tutduğu bir vaxtda Şah Hüseynin oğlu Təhmasib Mirzə Xorasan vilayətində idi və o, boş qalmış Səfəvi taxtına əyləşmək üçün ən real namizəd sayılırdı. 1722-ci ilin noyabrında Təhmasib Mirzə Xorasanda özünü 2-ci Təhmasib adı ilə Səfəvi şahı elan etdi. Lakin onun önündə ağır bir missiya var idi. Yeni şah ölkədə qalxan üsyanları yatırmalı, əfqanları paytaxt İsfahandan təmizləməli, Osmanlı və Rusiya imperiyalarının tutduğu əraziləri geri qaytarmalı idi. Lakin şahın bunları reallaşdırması üçün mübarizə əzmi və hərbi qüvvəsi yox idi.
Ona görə də 2-ci Təhmasib bu mübarizədə əvvəl Astarabad hakimi Fətəli xan Qacarın, sonra isə Nadirqulu bəyin təsirinə düşdü. Xorasandakı Əfşar türklərinin rəhbəri olan Nadirqulu bəy Fətəli xan Qacarı aradan götürüb 2-ci Təhmasibi öz tərəfinə çəkməyi bacardı. Səriştəli sərkərdə olan Nadirqulu bəy Səfəvi imperiyasını xilas etmək missiyasını öz üzərinə götürdü. O, hakim sülalədən olan 2-ci Təhmasibi yanında saxlamaqla müxtəlif vilayətlərdən özünə tərəfdarlar topladı. Xorasanda hakimiyyəti ələ alan Nadirqulu bəy 1729-cu ildə Hotakilərin üzərinə hərəkət etdi. Həmin ilin 13 noyabrında İsfahan yaxınlığında baş verən döyüşdə Nadirqulu bəy Əfşar Əfqanların yeni lideri Əşrəf bəy Hotakinin qüvvələrini darmadağın etdi. Beləcə Əfqanlar Səfəvilərin paytaxtı İsfahanı tərk etmək məcburiyyətində qaldılar. Daha sonra Osmanlıların üzərinə hərəkət edən Nadirqulu bəy 1730-cu ildə Ərdəbil və Təbrizi Osmanlılardan geri aldı. Lakin Xorasanda üsyan xəbərini alan Nadirqulu bəy ordusu ilə ora yollandı. Nadirqulunun yoxluğunda öz nüfuzunu qaldırmaq istəyən 2-ci Təhmasib 1731-ci ildə Naxçıvan və İrəvanı geri almaq məqsədi ilə öz qüvvələri ilə Osmanlıların üzərinə hərəkət etdi. Lakin şahın ordusu ağır şəkildə məğlub oldu. Nadirqulu bəy tərəfindən geri alınan torpaqların da itirilməsindən ehtiyat edən 2-ci Təhmasib tələm-tələsik Osmanlılara sülh təklif etdi. 1732-ci ilin 16 yanvarında Kirmanşahda Səfəvi və Osmanlı imperiyaları arasında sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə əsasən İrəvan, Naxçıvan, Gəncə və Şirvan bölgələri Osmanlılara verildi. Osmanlı dövləti isə Həmədan, Kirmanşah, Ərdəbil və Təbrizi Səfəvilərə qaytarmağı öz öhdəsinə götürdü. 2-ci Təhmasib bu müqaviləni Nadirqulu bəyin xəbəri olmadan imzalamışdı. Xorasandakı üsyanı yatırıb geri dönən Nadirqulu bəy yanlış addımına görə 2-ci Təhmasibi cəzalandırmaq qərarına gəldi. Bütün hərbi və siyasi gücü əlində saxlayan Nadirqulu bəy oyuncaq hökmdarı hakimiyyətdən devirib onun yerinə oğlu Abbas Mirzəni hakimiyyətə gətirdi. 1732-ci ildə 3-cü Şah Abbas adı ilə Səfəvi taxtına çıxan şəhzadə hələ 1 yaşı tamam olmamış 4 aylıq körpə idi. Nadirqulu bəyin bu addımı atmasına səbəb hakimiyyətdə legitimliyi qorumaq idi. Çünki imperiyanın başında hakim sülalədən bir nəfər olmalı idi. 4 aylıq şəhzadə Abbası hökmdar, özünü isə onun baş vəziri elan edən Nadirqulu bəy düz 4 il Səfəvilər imperiyasını balaca uşağın adından idarə etməyə başladı. O 1732-1736-cı illər aralığında Rusiya və Osmanlı imperiyalarını məğlubiyyətə uğradaraq Səfəvilər imperiyasının bütün itirilmiş torpaqlarını geri qaytardı. Nəhayət 1736-cı ildə Nadirqulu bəy Muğanda bütün Qızılbaş tayfa başçılarının da iştirak etdiyi qurultayda özünü şah elan etdi. Bununla da faktiki olaraq Azərbaycan Səfəvilər imperiyası süquta uğradı. Onun yerinə isə digər bir türk mənşəlli dövlət, Əfşarlar imperiyası yarandı. Əfşarlar imperiyasının yarandığı ilk illərdə Qızılbaş soyundan olan bir neçə şəhzadə üsyan edib Səfəvilər imperiyasını geri qaytarmaq istəsə də, onların bu cəhdlərinin hamısı uğursuz oldu. Düz 235 il hökm sürmüş Azərbaycan Səfəvilər imperiyası süquta uğrasa da, Azərbaycan tarixində dərin izlər buraxdı. Ümid edirəm Azərbaycan Səfəvilər imperiyası haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.